Bir Həzrəti Yusufun duası var, deyir, məni heç vaxt öz nəzarətindən kənar buraxma, belə bir dua edir Allaha. O dua uşaqlıqdan mənim duamdır, deyirəm, məni öz nəzarətindən kənar buraxma və inanırsan ki, buraxmayıb. Yəni, bir an belə mən özümü Allahın nəzarətindən kənarda hiss eləməmişəm. Ən yaxın dostumdur. Məsələn, qınamıram heç kəsi. Elə bir zəmanədir ki, hər kəsin öz qayğıları, öz işləri var. Məsələn, ola bilər ki, mən kiməsə zəng eləyim, mənim çətin vaxtım olsun, bəlkə onun öz qayğısı var, mənə o qədər də vaxt ayıra bilməz, tutaq ki, həmin an. Axı, mənə həmin an lazımdır o. Həmin anda ancaq Allah. O, qurban olduğum, sən nə vaxt istəsən sənin köməyinə gəlir. Yəni, o həmişə səni dinləyir. O qədər Allaha və onun möcüzələrinə inanan insanam ki, həmişə də fikirləşmişəm ki, gün doğmadan nələr doğar və mütləq hər qaranlıq gecənin bir işıqlı sabahı olur. Acı insanı güçlü yapar, korku cesur kılar. Peki ya kırık bir kalp ne yapar? Ne yapar? Daha akıllı yapar.